İfadəsinin ən kiçik qiymətini tapan güvən x kvadrat üstəgəl 6x üstəgəl 10. Bunun yolu var. N bərabərdir 4ac çıxılsın b kvadrat bölünsün 4a ilə yazılması mümkündür. Bir yolu budur. Bir yolda nədir? Törəməsini tapıb sıfıra bərabər etməkdir. Törəməni də tapmaq üçün hər birini ayrı-ayrı törəməsini yazırıq. 6x'in törəməsi 10'un törəməsi bərabərdir 0. Ədədin törəməsi 0'a bərabərdir. X kvadratın törəməsində dərəcə qarşıya gəlir. Olur 2x üstü. 2'dən də 1 çıxdıq, qaldı 1. Yəni o da yazılmır. Üstə gələk 6. 6x'in törəməsi də 6'ya bərabərdir. Bərabərdir 0 edirik. Bu təni həll edirik. X 2x bərabərdir -6. X bərabərdir -3'ə. X'in -3 qiymətini tapdıq. Deməli, belə çıxır ki, bu ifadəsi X'in -3 qiymətində ən böyük, ən kiçik qiymətini alır. Gətirək, indi yerinə qoyaq, həmin o ən kiçik qiyməti tapaq. -3'ün kvadratı üstəgəl 6 vurulsun -3 üstəgəlsin 10. Bu da 9 çıx 18 üstəgəl 10 bərabərdir 1. Deməli, bu ifadə ən kiçik qiyməti 1'ə bərabərdir. Bəs x'in hansı qiymətində kiçik qiymətini alır? X'in -3 qiymətində o ən kiçik qiymətini almış olur.